Məsaili siyasi, məsaili ideolojiki deyil. Bunlar ki ölüblər, bunların millətə heç buna xeyir ola bilməz. Diri vaxtı bir nəfər gərək səy eləyə. Biz o zaman səy elədik öz fikrimizi təhmil eləyək o birisilə. Biz üzr istəyirəm, danışqada başlayanda 10 nəfər idi, danışqada da 900 nəfər danışığı vardı. Hər gün iradə eləsəydi, qılıqları təhdid edər. Hər bir 9 nəfər, 10 nəfər yığışsaydı, bir yerə bir hay salsaydı, bir 2 dənə klasın qapısına təpik vursaydı, qılıqlar təhdid olardı. Danışqa təhdid olardı. Yəni 10 nəfər fikrini təhmil edirdi, bir dənə bir 1000 nəfəri danışqa deyil. Cənab Meydan, tamamı o kəslər ilə ki, bu məmləkətdə bir məsələ bir əmr idilər, bir umurdular. Dövlətdə, qeyri dövlətdə hamısı danışıqlı hüquqdan çıxmışdı. Müsəddiqi danışıqlı hüquqdan çıxmışdı. Məsud Rəcəbisi danışıqlı hüquqdan çıxmışdı. Tamam o niyrular ki, müəssir edilər, bir nəhvi bu danışıqlardan çıxmışdılar. Və bu danışıqların fikri o nəhayət müxtəzəlidir ki, axır olurdu Məsud Rəcəbi kimi bir adam ki, bir nəfər eləyə bilər, kulli təşkilatına öz sözünü neyniyə təhmil eləyə. Buna biz deyirdik yaxçılıq. Ya Seyyid Qutb oturmuşdu Misridə, sözlərini biz istəyirdik hamıya təhmil eləyə. Buna deyirdik ideoloji. Mütəəssifanə, dini də bir şəkildə ideoloji mətrə edir.